Salam əziz abituriyentlər. Blok imtahanına düşən belə bir sualın izahına baxaq. Deməli, ABC üçbucağı verib, AB AC-yə bərabərdir, şəkildə görünür. AD 6-dır, BD 18-dir. Bizdən DC parçasının uzunluğunu istəyir. Əvvəl burada nə edəcəm? ABD üçbucağını görürsünüz. ABD düzbucaqlı üçbucağından Pifaqor teoreminə görə AB-ni tapacam. ABD üçbucağından Pifaqor teoreminə görə AB-ni tapalım. AB-nin kvadratı üstəgəl 6-nın kvadratı bərabərdir 18-in kvadratı. Buradan AB-ni tapaq. AB kvadrat üstəgəl 36 bərabərdir 18-in kvadratı 324. AB kvadrat bərabər 324-dən 36 çıxırıq, qalır 288. AB də bərabərdir kök altda 288. Tapdıq AB-ni. Bura oldu kök altda 288. AC də oldu kök altda 288. Burada da qurğu kökdən çıxarmağa ehtiyac görmədim, çünki bizə lazım deyil. Sonra burada ümumi ABC üçbucağına baxın. Ümumi ABC necə üçbucaqdır? Bərabər yanlı üçbucaqdır. Sizə bərabər yanlı üçbucaq üçün belə bir qayda deyim. Bərabər yanlı üçbucaqda ixtiyari bir xətt çəkiləndə oturacaq bölündü M və N hissələrinə. Bərabər yanlı üçbucaqda oturacağa ixtiyari bir xətt çəkildi. Həmin o x bərabər olur. Daha doğrusu x-in kvadratı bərabər olur. Yan tərəflərin hasili a kvadrat çıxılsın oturacağın bölündüyü hissələrin hasili. Deməli, bərabər yanlı üçbucaqda belə bir qayda var. Həmin qayda ilə bu misalı həll edək. X-in əvəzinə nə durur? Oturacaq çəkilmiş xətt nədir? 6. 6-nın kvadratı bərabərdir a kvadrat, yəni kök altda 288-in kvadratı. Çıxılsın m vurulsun n. 18 vur x. 36 bərabərdir 288 çıx 18x. 18x bərabər 288-dən 36 çıxsaq 252. X-i də tapmaq üçün nə edəcəm? 252-ni böləcəm 18-ə. Neçə eləyər? 9-a ixtisar eləyək. Burada qalır 2, burada qalır 2, 8. 28-də 2-yə biləndə neçə eləyir? 14. Doğru cavabımız oldu 14. Yəni D variantı. Və sonda onu da qeyd edeyim ki, bizim blok imtahanına hazırlaşan şagirdlər üçün sınaq qruplarımız başlayıb. Qruplara yazılmaq üçün aşağıda göstərilən nömrələrlə qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, hər birinizə uğurlar.